Milyonların sevimlisi Selin Dion'un məhz milyonda bir insanda tapılan xəstəliyə düçar olduğunu bilirdinizmi? Sərt insan sindromu çox ağır xəstəlikdir. Əzələlərdə spazm olur, ağrılar olur və insan bədənini idarə edə bilmir. İzləyək. Dünya şöhrətli ulduz ağır xəstəlikdən əziyyət çəkir. Kanadalı dünya şöhrətli müğənni Selin Dion nadir və sağalmaz hesab edilən nevroloji xəstəlikdən əziyyət çəkir. Məlumata görə Selin Diona stiff person syndrome, yəni əzələ sərtliyi sindromu diaqnozu qoyulub. Bu xəstəlik çox nadir rast gəlinir və əzələlərdə güclü spazmlara səbəb olur. Nəticədə hərəkət məhdudlaşır, gündəlik fəaliyyətlər və hətta səsdən istifadə belə çətinləşir. Müğənni illərdir ağrılarla yaşayır və onların səbəbi tam müəyyən edilməyib. O qeyd edib ki, spazmlar onun həm yeriməsinə, həm də səhnə performansına ciddi təsir göstərir. Həkimlərin məlumatına görə bu sindrom milyon nəfərdən yalnız 1-2 insanda rast gəlinir.